Salamlar dostlar. Bugün hesablarım nə vəziyyətdədir və nə kimi problemlər yaşadım və götürdüyüm live trade dizisini bölüşəcəm. Apex-də bir balaca problemlərim oldu. Məni verify eləmək istəmədilər. Özünüz bilirsiniz ki, Azərbaycanda Apex banlıdır deyə, restricted country kimi sayılır deyə. Onu problem eləyə bilirlər. Hətta mən indi xarici ölkədə yaşadığıma görə deyəndə ki, tələb olduğuma görə bir balaca problemlər oldu həm mənim sənədlərimdən. Ona görə belə görürəm ki, onlar payout ödəmək fikrində deyillər. Yəni bir dərs oldu mənə. Gərək qaydalarına daha diqqətlə fikir verərdim, daha diqqətlə baxardım. Ona görə indi davam edirəm top step evaluation'ımda və Luciddə 50 kalq hesabım var. İkisindən təxminən böyük ehtimallı tradeləri bir yerdə götürürəm. Az ehtimalları bölüşdürürəm aralarında. İndi sizə göstərəcəm hansı tradeləri götürmüşəm və bundan sonra da ki live trade'imi sizinlə paylaşacağım. Demək dostlar, burada gördüyünüz kimi götürdüyüm trade'dir. Apex-də də eynisi idi. Bir saniyə. Mən düzəldim. Yəni mən nə görürdüm sizdə bir yerdə. Günün overnight session-ı, yəni volume area low-undaydıq. Amma oranı qırmışdıq deyə, yəni ki, yəni burada reversal deyilə bir şey yoxdur. Qiymət qırıb oranı davam etdiyicə deyildi. Volume area low-da eyni şəkildə. Volume area low bir dəfə qırdı, təzədən qayıtdı, rejection göstərdi, yenə düşdü, yenə qayıtdı, düşdü. Düşdükdən sonra yenə bura qaydanda təxminən burada 2 kontrakt girmişdim. Bura gələndən sonra burada gözəl bir reaksiya verdi. Həmin o reaksiyadan bir saniyə baxım dəqiq hardan girmişəm, burada görsənsin. Buradan təxminən. Stopumdakı beləydi. Buy position'da burada. Qiymət gəldi. Bura gəldi. Reversal göstərdi. Girdim. Düzdür. Təzədən yenə qayıdı bura. Amma yenə davam eləyib. Yəni bu stop olsaydı bu normal bir stop sayılacaqdı mənim üçün. Yəni burada qeyri-adi bir şey olmayacaqdı. Qiymət sadəcə gəldi. Davam eləmək istəmədi. Reaksiyanı göstərdi, amma davam eləmək istəmədi. Amma bu vəziyyətdə davam elədi. Qiymət gəldi, yenə bir tik bəlkə də qalmışdı stop loss'uma. 1-2 tik təxminən. 300 risk atmışdım. 300-350. Hələ günlük profit targetim nə idi? Onu hədəflədim. Çünki burada mənim başqa bir hədəfim yox idi. Amma normalda hədəfləsi olsaydım, yenə həmişə kimi 1-in 1-də, 1-in 5-də kontraktımı satardım və session'ın low hardadır? Bura. Session'ın, overnight'ın low hissəsi buradır. Hədəfləyərdim session'ın low-una kimi. Session high'lar, session low-lar hədəfləmək üçün normal yerlər kimi sayıla bilər. Amma belə trade'lər çox nadir hallarda rastlaşıram. Yəni 1-in 10-a, hətta belə olsa mən götürmərəm. Yəni 1-in 10-a trade götürmürəm. Götürərəm baxır vəziyyətə. Yəni bu vəziyyətdə funded hesab olsaydı, consistency rule olsaydı o başqa məsələ. Mən burada çıxarardım. Break-even'ə qoyardım trade'imi. Qalanındakı saxlayardım session low-una kimi. Yəni bu qədər. Yenə dediyim kimi qiymət gəldi. Rejection göstərdi. Mən girdim. Gözlədim. 3-4-5 dəqiqə sonradakı qiymət. Baxın burada necə süzüldü aşağı. Yəni bu çox gözəl bir reaksiyadır. Yəni bura rejection elədi buranı və gözəl şəkildə süzüldü aşağı. Yenə təzədən bir balaca qayıtdı. Yenə təzədən getdi aşağı. Bu qədər. Yəni bugün götürdüyüm trade'lər bunlar idi. Copy trade kimi götürməmişdim heç. Copy trade hesabım var. Sadəcə hələ ki istifadə eləmək istəmirəm. Çünki çalışıram fərqli trade'lər götürüm hesablarda. Amma bu trade xoşuma gəlirdi deyə hər ikisindən daxil oldum. Volume area low-dan qiymət rejection eləməyə başladı. Rejection nə qədər düz olduğuna bir gözləyək.
Rejection oxşuyur, bir balaca gözləyək, candle necə bağlanacaq ümumiyyətlə. Çünki bu week xoşuma gəldi. Burada yaratdığı week. Amma rejection verməyinə baxmayaraq alıcılar hələ də öz marağını göstərirəm bu bölgəyə. Overnight volume area low bir dəfə qırdı. Bu level hörmət eləmədiyini göstərir. Qalxdı təzədən. İndi buradan rejection gözləyirik. Girməyə tələsmirəm. Qiymət əgər bunun üstündə 40 overnight volume yenə hörmət göstərməsəm, buradan continuation'a baxacağım. Alıcıların buradan reaksiyası mənə maraqlıdır. Qiymət normal buradan rejection eləsə, buradan continuation'a baxacağım. Hələ ki tələsmirəm. Biraz gözləyək. Giriş üçün siqnal göstərirəm. Siqnaldakı, dediyim kimi, mən oradan alıcıların reaksiyası maraqlıdır. Yaxşı reaksiyaydı. Stopumuzu elə bu candle'ın altına qoyaq. Təxminən bura kimi. Hədəfimizi də ki, bugünün point of control'una kimi hədəfləyirik. Buradan bir daha rejection gözləyirəm. Qiymətin overnight volume area low-undan alıcılardan reaksiya gözləyirim. Mən istədiyim kimi reaksiya deyil əslində, amma yenə də gözləmək lazımdır sadəcə. Bizim bir tık qalıb stop lossumuzu dəyməyinə. Amma yenə də reaksiya göstərir, gözəl reaksiya göstərir. Yəni stopumuzu qoyduğumuz yer çox vacibdir. Yəni bu qədər. Yəni yaxın idi. Yəni bir balaca bunun altına qoymuşduq. Neçə tikdir bura? Bir tik yəqin. Bir tik. 10 dolar da yox, 5 dolarlıq məsafə qalmışdı. Targetimizi tək qoyduğumuz yerə kimi. Bugünün point of control'una kimi bu qədər sadə. Başqa heç bir şey burada yoxdur. Qiymət gəldi, qırdı bu nöqtəni, qalxdı, yenə hörmət eləmədi. Mən dedim, buradan continuation'a baxacaq. Gəldi, reaksiya göstərdi, girdim, stopu haradan reaksiya göstərib həmin şeyin altına qoydum. Qalanındakı targetdəki, yəni qeyri-adi mən götürüb burada birin, nə bilim, 5-ə inanılmaz bir target qoymadım. Nədir ona qoydum? Əgər tutalım deyə burada point of control olmasaydı, həmən targeti qoyardım bura. 1-in 5-i qoya bilərdim. Yaxud burada olsaydı, qoya bilərdim bura kimi, 1-in 4-ə. Amma əsas 1-in 1-ə kontraktın birini satıb, qalanındakı o bir səviyyələri saxlamaqdır.